Yəni yoldan keçən dayılar da, xalalar da gəlirdi mənə həkim məsləhəti görürdülər, onda pis olurdum. Son məs üçün bir ay daha özgüvənli olmuşam. Kimsə üzvə baxanda səpkilərinə görə baxır deyə düşünməmək məncə ən böyük xoşbəxtçilikdir. Qonşular, tanımadığım adamlar hətta baxıb, üzün niyə bu bitdədir, həkimə get, mənə məsləhətlər verməyə çalışırdılar. Mən bunun fərqində olduğumu anlamağa çalışmırdılar. İltihablı sızanaqlar eyni zamanda çox böyük bir ağrı yansıdır. Həm dəri altı olsun, həm dəridə olsun. Yəni çıxmaqla yanaşı evdəykən belə mən güzgə belə baxmaq istəmirdim. Nə gülə bilirdim, nə rahat danışa bilirdim. Mimikalarımı rahat-rahat oynadamırdım deyə bilərəm.